Salamünaleyküm dəyərli izləyicilər. Bugün mən sizə son dönəmin böyük fitnəsindən biri Elşad Miri haqqında danışacağım. Bu danışığı özümə borc bildim və bir müsəlman kimi dinimi qorumaq, dində olmayan insanların bu fitnəyə düşməməsi üçün belə bir video çəkmək qərarına gəldim. Çünki Elşad Mirinin əsas məqsədi avam kütlədir. Yəni dində olmayan, dindən az anlayışı olan insanlardır. Elşad Miri yaxşı bilir ki, normal əqidəsi doğru olan insan, normal dindar insan, heç bir insan onun yoluna getməyəcək. Onun üçün və ölkədə də kifayət qədər din savadsızlığı olduğu üçün, dindən məlumatsızlığı az olduğu üçün, sırf Elşad Mirinin proyekti, onun hədəflədiyi kütlə əsasən avam təbəqədir. Bu adam haqqında danışacaq məsələlər çoxdur. Sadəcə olaraq mən bir-iki məsələni hal-hazırda sizinlə paylaşacağam. Elşad Miri ilk başlayanda ilk öncə hədislərin zəiflərindən başlaydı ki, bəs hədislər belə hədislər var, bu olmaz falan. Bir müddət belə getdi. Sonra dedi ki, artıq heç bir hədisə güvənmək yoxdur. Etap. Birdən-birə çünki Quran yalandır, Peyğəmbər deyir yalandır desə, heç kim buna inanmaz ən başında. Bu söz desəydi, heç kim inanmayacaqdı. Etap. Birinci deyir ki, zəif sünnətlərdən, hədislərdən zəiflər olmaz. Onu zaten heç hamımız qəbul edir ki, zəif hədislər və ya da ki, uydurma hədislər heç kim qəbul eləmir. Daha sonra bir müddət keçəndən sonra qayıtdı ki, yox, bütün hədislər yox, ancaq Quran. Bizə hədis lazım deyir, ancaq Quran. İndi də artıq başlayıb Qurandan, o günləri mənə atdılar, başlayıb Quranda səhvlər axtarmaq. Deyir ki, burada nun hərfidir, halbuki burada B hərfi olmalıydı, bu belə düşür. Və bu adamın niyyəti, yəni ümumiyyətlə qərb cəmiyyətlərində İslama qarşı müəyyən müxtəlif cəmiyyətlər var, müxtəlif təşkilatlar var. Bunların sırf məqsədi İslamı yıxmaqdır. Planlar cızılır, hətta institutlar belə yaradılır ki, istəyək İslamı parçalamaq, İslamı məhv etmək zaten mümkün deyil, ən azı parçalamaq. Və bunun içində bəzi kadrlar yetişdirilir. İndi məsəl üçün adam sıfırdan yetişdirilir, birinci cəmiyyətə gözəl bir nümunə kimi təqdim olunur. Sonra həmin nümunə başlayır yavaş-yavaş, asta-asta, yəni burada xırda dəyişikliklə gedir. Çünki birdən-birə inkar etsə, onu heç kim inanmaz. Asta-asta cəmaətin rəğbətini qazanır, yavaş-yavaş artıq öz fikrini aşılayır. Və belə məsələlərdə də dindarlar yox, əsasən avam kütlə nəzərdə tutulur. Yəni, avam kütlə ki, qoy çünki normalda, yəni dindarlar varsa bir cəmiyyətdə, dinlər az zaman-zaman avam insanları da dinə çağıracaq, ən azı sabitlik olacaq. Amma onların dinə getməməsinə qarşı belə kadrlar yetişdirilir. İndi Elşad Mirin də elə bir kadr olub olmamasını zaman göstərəcək. Zaten masonlarla oturub durmağı bir növ belə şeylərə işarətdir. Qərb cəmiyyətləri ilə Vaşinqtona getməsi, gəlməsi, sonra Adnan Oktarla görüşməsi və digər sair şeylər artıq buna bir siqnaldır. Yəni biz siqnal yenə də əlimizdə dəlil yoxdur. Amma biz belə şeylərin nəyə xidmət etdiyini çox gözəl yaxşı bilirik. Yenə də zaman hər şeyi göstərəcək bununla bağlı. Digər bir məsələ isə Elşad Mirinin efirlərə çıxmasıdır. Fikir vermişsinizsə, Elşad Miri efirə çıxarkən ya tək olur, istədiyi kimi, istədiyi şey orada deyir. Çünki deyir və qarşı tərəfdə cavab yoxdur. Bir dənə aparıcıdır. Bəlkə də öncədən aparıcıya da suallar ver ki, sən bu sualları da ver. Bu da ona uyğun qəşəng hazırlaşır və öz cavablarını verir. Orada elə hesablanır ki, burada avam təbəqə buna inansın. Ya da ki, ora debatlar olur. Debatlara avam adamlara çıxardılar. Yəni qarşı tərəf Elşad Miridir, digər tərəf avam adamdır ki, hansı ki bilinir ki, bu adam ona söz çatdıramayacaq. Məsələn, bu yaxınlarda bir Samin qardaş çıxdı qarşıma, onun bu adam onu nə qədər debata çağırdı, adam ondan debata getmədi. Məsəl üçün də. Çünki Samin qardaş bir ki savadlıdır və orada verdiyi elə bir suallar verəcək ki, onun altından çıxa bilməyəcək. Və o getmədi, məsələn, ona getmədi. Hansı ki, harada ki, özünə sərf edən insanlar varsa, onlarla debat edir və ya da ki, özü. Bir sözlə, bu məsələdə çox diqqətli olmalıyıq. Kimi dinlədiyimizə diqqət etməliyik. Çünki
Məsəl üçün Elşad Birinin dediyi sözlərdən eləsi var ki, bu dediyi şeyə bir insan inanarsa, o adam dindən çıxır, yəni müsəlman sayılmır. Videonu çəkməkdə niyyətimiz Allah rızası üçün idi. Allah rızası üçün insanlarımızı, az və qardaşlarımız bu fitnədən qarşı uyarmaq idi. İnşallah zaman-zaman lazım gəlsə bu videoları yenə də çəkəcəyik. Dinimizi, bu mübarək dinimizi qorumaq naminə Allah rızası üçün. Allaha əmanət olun.